Salam, hər vaxtınız xeyir. Mən riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə mühakimə yolu ilə məhsul ədədin tapılması mövzusunun testlərinin izahını təqdim edəcəm. Bildiyiniz kimi, listə imtahanına hazırlaşan şagirdlər və MİQ üzrə ibtidai sinif müəllimlərinin riyaziyyat sualları arasında mühakimə yolu ilə məhsul ədədin tapılması tez-tez öz əksini tapır. Bəzi şagirdlərə və müdavimlərə bu mövzu nisbətən çətin gəlsə də, amma əslində mənasını başa düşəndən sonra daha da asanlaşır. Ona görə mütləq şəkildə izahları diqqətlə dinləyin. Daha sonra isə özünüz üçün qeydlər apara bilərsiniz. Əgər bizim ödənişli dərslərimizdə iştirak etmək istəyirsinizsə, 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Gəlin vaxt itirmədən başlayaq sualların izahına. Bizə deyir ki, K, L üstəgəlinsin M bərabərdir 2435 və K, L, M müxtəlif üç rəqəmli ədədlərdir. L bu ədədlərdən ən kiçikdir. L ən az neçə ola bilər? Baxın, K üstəgəlinsin L üstəgəlinsin M bərabərdir 2435-ə. Deyir, L bu ədədlərdən ən kiçikdir və ən az neçə ola bilər? Ən kiçik, ən az neçə ola bilər? Təbii ki, L ən kiçikdirsə, deməli, digər ədədlər, yəni K ilə M ən böyük üç rəqəmli ədədlərdir. Ən böyük üç rəqəmli ədədlərdirsə, həm də müxtəlif ədədlərdir. Müxtəlifdirsə, deməli, biri 999-dur, digəri isə 998-dir. Çünki L-in ən kiçik olduğu hissədə K ilə M ən böyük olan hissə olur. Buna uyğun olaraq, yəni ən böyük ədəd olur və müxtəlif üç rəqəmli ədəd olduğu üçün ən böyük üç rəqəmli 999-dur, digəri isə 998 olacaq. Deməli, buna uyğun olaraq 999-998-i toplayanda 1997 üstə gəlinsin L bərabərdir 2435-ə. Onda burada L bərabərdir 438-ə. Doğru cavab olur B variantı. Daha sonra 427. 4 rəqəmin cəmi 30-dur. 4 dənə rəqəmin cəmi 30-dur. Bilirik ki, riyaziyyatda rəqəmlər birdən, belə deyək, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dur. 10 dənə rəqəmimiz var. Deyir, 4 dənə rəqəmin cəmi 30-dur. Bu ədədlərdən ən kiçiyi ən az neçə olar? Tutaq ki, ən kiçiyi budur və bunun ən az neçə olmasını istəyir. Deməli, digər 3 ədəd ən böyük ədədlərdən ibarətdir və bizə demir ki, bunlar müxtəlif rəqəmlərdir. Əgər müxtəlif rəqəm demirsə, ən böyük rəqəmimiz 9-dur. Üçünə də 999 yazıram. Deməli, onda digər bu hissə ən kiçik, belə deyək, rəqəmimiz olacaq. Buna uyğun olaraq da 27 üstə gəlinsin. X bərabərdir 30-a. X bərabərdir 30 çıx 27, yəni 3-ə. Doğru cavab olacaq A variantı. Deməli, bizə ən kiçik, ən az soruşsa, biz digər versiyalara ən böyük ədədlər qoyacağıq. Çünki ən kiçik, ən azı soruşur. Daha sonra 428-ci sual tipində nə deyir? Deyir ki, 4 müxtəlif rəqəmin cəmi 27-dir. Yenə də 4 dənə müxtəlif rəqəmdir. Bu səfər cəm 27-dir. Cəm 27-dir. Deyir, rəqəmlərdən ən kiçik, ən az neçə ola bilər? Amma bu səfər müxtəlif deyir. Ən kiçik, ən az. Müxtəlif dediyi üçün birinə 9 deyirəm, birinə 8 deyirəm, birinə 7 deyirəm. Ən böyük rəqəmləri ardıcıl olaraq yazıram. 9, 8, 7. Bunların cəmi 24 eləyir. 24 üstə gəlinsin. X bərabərdir 27-yə. X də bərabərdir 3-ə. Doğru cavab olur A variantı. Daha sonra baxaq 429-cu test tapşırığına. Deyir, rəqəmləri müxtəlif olan 2 dənə 3 rəqəmli cüt ədədin cəmi 948-dir. 2 dənə 3 rəqəmli cüt ədədin cəmi 948-dir. Buna görə biz deyirik ki, 2 dənə 3 rəqəmli ədəd yazıram. 2 dənə xətt çəkirəm. Say qədər xətt çəkirəm. Məsələn, 2 dənə dediyi üçün 2 dənə. Bayaqla 4 dənə dediyi üçün 4 dənə xətt çəkmişdim. İndi bizə deyir ki, bunlardan ən böyüyü ən çox, ən böyüyü ən çox neçə ola bilər? Ən böyüyü ən çox neçə ola bilər deyirsə, deməli, digəri ən kiçiyidir. Ən kiçiyi də neçə olacaq? 102. Yəni, ən kiçik 3 rəqəmli cüt ədədimiz neçədir? 102-dir. Biri ən böyük ədəddirsə, digəri ən kiçik ədəd olmalıdır. Ona uyğun olaraq bura bir dənə x deyirəm. X-i tapmaq üçün də 948-dən çıxıram 102-ni.
Doğru cavab edir 846. Yəni A variantı. Daha sonra 430-cu test tapşırığı. Deyir 3 ədədin cəmi 47854-dür. Birinci ədəd ən böyük 4 rəqəmli ədəd, ikinci ədəd ən kiçik 5 rəqəmli ədəd olarsa, üçüncü ədəd neçə olar? Deməli, buna uyğun olaraq bir dənə bu hissəni silək. Bizə nə deyir? Deyir ki, şərtdə 3 ədədin cəmi, yəni 3 dənə ədəd var. 1, ona görə 3 dənə xətt çəkirəm. 2, 3. Bu ədədlərin cəmi 47854-dür. Deməli, bizə deyir ki, birinci ədəd ən böyük 3 rəqəmli ədəddir. Ən böyük 3 rəqəmli ədədi neçədir? 9000, bizə 3 rəqəmli deyir də, 4 rəqəmli ədəddir. 9999. Ən böyük 4 rəqəmli ədəddir birinci ədəd. İkinci ədəd ən kiçik 5 rəqəmli ədəddir. Ən kiçik rəqəmlər müxtəlif demədiyi üçün yaza bilərəm 10.000-in özünü. 10.000. Daha sonra isə deyir, üçüncü ədəd neçədir? Buna da bir x deyirəm. X-i tapmaq üçün 9999-un üzərinə 10.000 gəlirəm. O 47854-dən də bu cəmi çıxıram. Doğru cavab olur 27855. Yəni doğru cavab B variantı olmuş olacaq. Daha sonra 431-ci test tapşırığı. Rəqəmləri müxtəlif 4 2 rəqəmli cüt ədədin cəmi 60-dır. Deməli 4 dənə 2 rəqəmli cüt ədəddir. 1, 2, 3, 4. Bunların cəmi 60-a bərabərdir. Bizə deyir ki, bu ədədlərdən ən böyüyü ən çox neçə olar? Tutaq ki, bu ən böyüyüdür və ən çoxdur. Ən böyüyü ən çox. Buna bir x deyirəm. Deməli, rəqəmləri müxtəlif 4 2 rəqəmli cüt ədəd. Rəqəmləri müxtəlif olsun. 4 2 rəqəmli cüt ədəd olsun. Deyir ki, 4 dənə 2 rəqəmli cüt ədəd olan bu 4 dənə ədədin cəmi 60-dır. Bu ədədlərdən ən böyüyü ən çox neçə olar? Əgər x ən böyük ədəddirsə, deməli bu üçü ən kiçik 2 rəqəmli ədəd olmalıdır. Ən kiçik 2 rəqəmli, rəqəmləri müxtəlif olan ən kiçik 2 rəqəmli ədəd 10-dur. Və bizə bütün ədədlərin, yəni bizə demir ki, ədədlər də müxtəlif olsun. Yəni bu üçü də 10 ola bilər. Üçü də 10 ola bilər. Ona görə x üstə gəlinsin 30 bərabərdir 60-a. Buradan da x-i taparam 30. Doğru cavabım olar C variantı. Daha sonra 432-ci test tapşırığı. Rəqəmləri müxtəlif 4 2 rəqəmli tək ədədin cəmi 328-dir. Baxın, indi isə bizə deyir ki, rəqəmləri yenə də müxtəlif. Demir, bütün ədədlər müxtəlif. Yenə də 4 dənə 2 rəqəmli ədəd var. Cəmi 328-dir. Bu ədədlərdən ən kiçiyi ən az. Soruşur, ən kiçiyi ən az neçə olar? Deməli, burada deyir ki, bu ən kiçik ən az neçə olarsa, deməli, digər 3 ədəd ən böyük ədədlər olmalıdır ki, digəri 4-cü ədəd ən kiçik ədəd olsun. Ən böyük rəqəmləri müxtəlif tək ədəd neçədir? Rəqəmləri müxtəlif deməsəydi, 99 yazardıq. Amma rəqəmləri müxtəlif dediyi üçün 97 yazırıq. Ədədləri müxtəlif istəmədiyi üçün 3 dənə 97 yaza bilərik. Burada bir x yazıram. Onda x üstə gəlinsin 291 bərabərdir 328-ə. X-i tapmaq üçün 328-dən 291-i çıxıram, cavab edir 37. Yəni C variantı. 433-cü test tapşırığı. 5-ə qalıqsız bölünən 3 müxtəlif 2 rəqəmli ədədin cəmi 230-dur. 3 dənə müxtəlif 2 rəqəmli ədədin cəmi 230-dur. 230-dur. Bizə deyir ki, bu ədədlərdən ən kiçiyi ən az. Ən kiçiyi ən az neçə olacaq? Deməli, ən kiçik ən az neçə olacaqsa, deməli, digər ikisi ən böyük ədəd olmalıdır. Əgər digər ikisi ən böyük ədəd olmalıdırsa, bizə lazımdır ki, 5-ə qalıqsız bölünən və 3 dənə müxtəlif, baxın, görürsünüz, 3 müxtəlif 2 rəqəmli ədəd deyir. Yəni, biz bura, məsələn, 5-ə qalıqsız bölünən ən böyük 2 rəqəmli ədəd 95-dir. Biz bura 2 dəfə 95-i yaza bilmərik. Çünki 3 dənə müxtəlif ədəd deyir. Onda birinə 95 yazıramsa, digərinə 90 yazmalıyam. Burada bir x yazıram. 185 üstə gəlinsin x bərabərdir 230-a. Buradan da x-i tapmaq üçün 230-dan 185-i çıxıram, eləyir 45. Yəni doğru cavab olur A variantı. Daha sonra 434-cü test tapşırığı. Bizə deyir ki, 3-ü 210-dan kiçik olan 4 fərqli 3 rəqəmli ədədin cəmi. Baxın, 4 dənə fərqli 3 rəqəmli ədədin cəmi
4 dəfə fərqli 3 rəqəmli ədədin cəmi 1540-dır. Bunlardan 3 dənəsi 210-dan kiçikdir. 210-dan kiçik. Deməli, bizə deyir ki, bu ədədlərdən ən kiçiyi ən az neçədir? Əgər ən kiçik ədədi tapıramsa, onsuz da o ədəd də 210-dan kiçik olacaq. Yəni, bu 3 dənə ədəd 210-dan kiçikdirsə, onlardan biri də ən kiçik ədəddir. Ən kiçik ən az olan ədəddir. Ona görə ən kiçik ən az olan ədəddirsə, mən digər 3 dənə intervala ən böyük ədəd yazmalıyam. Ən böyük 210-dan kiçik olan ədədlərə birinə yazaram 209, birinə yazaram 208. Niyə görə? Çünki bizə deyir ki, 3 dənə ədəd 210-dan kiçikdir. Bunlardan biri ilə axtardığımız bu ən kiçiyi ən az olan ədəddir. Çünki onsuz da o ən kiçik ədəd olduğu üçün 210-dan kiçik olacaq. Digər ədədlər ən böyük ədədlər olmalıdır. Ən böyük 210-dan kiçik olan ədədlər 209 və 208-dir. Digər ədədi isə biz 999 götürəcəyik. Çünki ən böyük 3 rəqəmli ədəd götürəcəyik. Buna uyğun olaraq da, deməli, bunları toplayanda 1416 eləyir. 1540-dan da 1416 çıxanda eləyir 124. Doğru cavab olur C variantı. Daha sonra, deməli, baxaq növbəti test tapşırığına. Deməli, bizə deyir ki, Murad, Həsən, Vasif və Raminin boyları müxtəlif olmaqla cəmi 7 metrdir. Deməli, Murad, üstə gəlinsin Həsənin boyu, üstə gəlinsin Vasifin və Raminin boyları bərabərdir cəmi 7 metr, yəni 700 cm. Buna uyğun olaraq deyir ki, onların boylarını artma sırası nə deməkdir? Azdan çoxa doğru düşsək, Vasif birinci olar. Vasif birinci olmağı o deməkdir ki, mən bu boyları artma sırası ilə düzəndə Vasifin boyu ən kiçikdir. Çünki birinci olmağı o deməkdir ki, artma sırası azdan çoxa doğrudur axı. Onda Vasifin boyu ən kiçik ədəddir. İndi bizə deyir, Vasifin boyu ən çox neçə ola bilər? Vasifin boyu ən kiçik ədəddir və bizdən ən kiçik ədədin ən çoxunu istəyir. Baxın, bayaqları biz indiyənə qədər ən kiçiyin ən azını tapırdıq. Ən böyüyün ən çoxunu tapırdıq. Amma indi ən kiçiyin ən çoxunu tapacağıq. Belə antonim ifadələrdə, məsələn, ən kiçiyin ən çoxunu istəyəndə və ən böyüyün ən azını istəyəndə həmişə nə edirik? Verilən cəmi, yəni 700-ü saya bölürük. 700-ü bölürük saya. Eləyir neçə? 700-ü 4-ə böləndə bir dəfə 4, 30-un içərisində 7, 28, 20-nin də içərisində 4, 20, 5 dəfə. Deməli, 20. Deməli, bunların orta boy uzunluqları 175, 175, tutaq ki, hamısının boyu bərabərdir. 175, 175-dir. Amma bizə deyir ki, bunlar müxtəlifdir boyları. Onda bu tip suallarda, deməli, antonim ifadələr olanda saya bölürük, ədədləri 4 dəfə öz-özünə yazırıq və nə edirik? Bizdə müxtəlif dediyi üçün bir dəfə bunun birinin boyundan birini çıxıram, yəni 175-i azaldıram. Olur 174. Digərinin boyundan da 1 çıxıram, üstünə 1 gəlirəm. Çünki belə deyək də cəm dəyişməsin deyə. Cəmi 700 olması üçün. Bundan biri çıxanda digərinin üzərinə 1 gəlirəm, olur 176. İndi hal-hazırki vəziyyətə görə boylar 174, 175, 175, 176-dır. Yenə də boylar müxtəlif deyil. Ona görə digərlərindən də 2-ni çıxıram. 173. O birinin də üzərinə 2-ni gəlirəm. 177 olur. Və beləliklə bu uşaqların boyları 174, 173, 177, 176 olur. Və boyları artan sıra ilə düzəndə ən birinci olan boy 173 cm olur və bu da Vasifin boyudur. Yəni 173 cm-dir Vasifin boyu. Doğru cavab olacaq A variantı. Deməli, burada nə etdik? Ən kiçik, ən çox, yəni bir-birinə antonim olan ifadələr istəyəndə verilən cəmi saya bölürük və məsələn aldıq tam cavab 175. 175-i 4 dəfə yazırıq. Çünki 4-ə bölmüşük. Daha sonra bunları müxtəlif eləmək üçün bir dəfə birindən 1 çıxanda digərinin üzərinə 1 gəlirik. Birindən 2 çıxanda digərinin üzərinə 2 gəlib alınan cəmi yəni dəyişmirik. Yəni 700-ü dəyişməz saxlayırıq. Daha sonra baxaq növbəti test tapşırığına 436-ya. Deməli 436-ya.
5-ə böldükdə qalıqda 1 alınan 3 fərqli 2 rəqəmli ədədin cəmi 3 dənə fərqli dediyi üçün 1 üstəgəl 2 üstəgəl 3 bərabərdir 238-ə. Bizə deyir ki, deməli 3 fərqli ədədin cəmi 238-dir. Bu ədədlərdən ən kiçiyi ən az neçə olar? Məsələn, tutaq ki, bu ədədlərdən ən kiçiyi ən az bu birinci ədəddir. Buna bir x deyirəm, bunu axtarıram. Deməli, digər ədədlər ən böyük ədədlər olmalıdır. 5-ə böldükdə qalıqda 1 alınan ən böyük ədədimiz neçədir? 96. Ondan sonra isə 91-dir. Çünki bizə deyir 3 dənə fərqli ədəd. Yəni 96 yaza bilmərəm. Çünki 3-ü də fərqli ədəd olmalıdır. Onda x üstə gəlinsin 187 bərabərdir 238-ə. X-i tapmaq üçün 238-dən 187 çıxanda eləyir 51. Yəni doğru cavab olur B variantı. Daha sonra deyir rəqəmləri eyni olan 4 müxtəlif 2 rəqəmli ədədin cəmi 143-dür. Rəqəmləri eyni olan 4 müxtəlif 2 rəqəmli ədədin cəmi. Baxın, məsələn 4 dənə deyirsə 1, 2, 3, 4 dənəsinin cəmi 143-dür. Bizə deyir ki, bu ədədlərdən ən böyüyü, ən çoxu neçə ola bilər? Məsələn, rəqəmləri eyni olan ən kiçik ədədi hansıdır? Tutaq ki, bu ədəd ən böyüyü, ən çox olan ədəddir. Buna bir x deyirəm. Rəqəmləri eyni olan ən kiçik ədəd 11-in özüdür. Digəri 22-dir. Sonra isə 33-dür. Çünki rəqəmləri eyni olan deyir. Burada da x üstə gəlinsin 33, 66 bərabərdir 143-ə. X-i tapmaq üçün də 143-dən 66 çıxıram, eləyir 77. Doğru cavab olur C variantı. Daha sonra buranı təmizləyək. Daha sonra bizə deyir ki 4-ə qalıqsız bölünən 3 müxtəlif 2 rəqəmli ədədin cəmi 60-dır. Deməli 3 dənə 2 rəqəmli ədədin cəmi 60-a bərabərdir. Bu ədədlərdən ən böyüyü, ən çox. Ən böyüyü, ən çox neçə ola bilər? Məsələn, buna tutaq ki, bir x deyirəm. Deməli, qalan 2 ədəd ən kiçik ədəd olmalıdır. 4-ə qalıqsız bölünən 3 müxtəlif dediyi üçün ən kiçik 3 müxtəlif belə deyək də ədəddir. 3-ü də 4-ə qalıqsız bölünür. Məsələn, tutaq ki, ən kiçiyi hansı ola bilər? 12 ola bilər. 4-ə bölünən 2 rəqəmli ədədlərdən ən kiçiyi 12-dir. Müxtəlif dediyi üçün digərinə də 16 yazıram. Əgər alacağım cavab 4-ə bölünən ədəd olmasa, mən rəqəmlərimi dəyişmək məcburiyyətində qalacağam. Çünki 3 ədədin 3-ü də 4-ə qalıqsız bölünməlidir. X üstə gəlinsin 28 bərabərdir 60-a. Buradan da x bərabərdir 32-yə. Aldığım cavab 4-ə qalıqsız bölünəniymiş. C variantı. Daha sonra 439-cu test tapşırığına baxaq. Deyir, rəqəmlərin müxtəlif 4 fərqli 2 rəqəmli ədədin cəmi 92-dir. 4 dənə fərqli 2 rəqəmli ədədin cəmi 92-dir. Bu ədədlərdən ən böyüyü, ən çox neçə ola bilər? Məsələn, bir dənə buna bir x deyirik. Buna x deyiriksə, deməli, digərləri, rəqəmləri müxtəlif 4 fərqli 2 rəqəmli ədəd. Biri 10-dur. Daha 11 deyə bilmərəm. Bunlar ən kiçik olmalıdır. Bu ən böyüdürsə, digər 3-ü ən kiçik ədəd olmalıdır. Ən kiçik rəqəmlərin müxtəlif 2 rəqəmli ədəd biri 10-dur. Rəqəmləri müxtəlif dediyi üçün 11-i yaza bilməyəcəyim üçün 12 yazıram. Bir dənə də 13 yazıram. Onda x bərabər olur. X üstəgəl 35 bərabər olur 92-yə. X də bərabər olur 57-yə. Yəni C variantı. Daha sonra 440. Deyir, 3 müxtəlif rəqəmin cəmi 9-dur. 3 dənə müxtəlif rəqəmin cəmi 9-dur. Bizə deyir ki, bu ədədlərdən ən böyüyü, ən çox neçə ola bilər? Deməli, digərləri rəqəm dediyi üçün ən kiçik rəqəmlərdən ibarət olmalıdır. Məsələn, ən kiçik rəqəmlər neçədir? 0 ilə 1. Ən kiçik rəqəm. Çünki müxtəlif dediyi üçün də, 3 müxtəlif rəqəm dediyi üçün də 0 yaza bilmərəm. Ona görə ən böyüyüm də 8 olacaq. Yəni C variantı. Daha sonra 441-ci test tapşırığı. 441-ci test tapşırığında deyir ki, 4 qutuda hər birindən 30-dan çox olmamaqla 4 dənə qutu var. Elə bilin ki, 1, 2, 3, bu da 4.
cəmi 108 karandaş var və 30-dan çox olmamaq şərti ilə. Bizə deyir ki, qutulardan birində ən az neçə karandaş var? Yəni qutuların birində ən azı, yəni neçə karandaş var? Ən az karandaşın sayını istəyir. Deməli, digər qutulardakı karandaşların sayı, ən az karandaşın sayını istəyirsə, digər qutulardakı karandaşların sayı ən çox olmalıdır. Buna uyğun olaraq da hər biri 30-dan böyük olmamaqla o deməkdir ki, biri 30 olacaq. Bu 100%'dir. Çünki 30-dan böyük deyir olması. 30 ola bilər. Müxtəlif sayda dediyi üçün 30, 29, 28 yazıram. Buna da bir x yazıram. X-i tapmaq üçün də x üstə gəlinsin 87 bərabərdir 108-ə. X də bərabərdir 21-ə. Doğru cavab olacaq Y variantı. Daha sonra 442-ci test tapşırığına baxaq. Bizə deyir ki, 4 müxtəlif natural tək ədədlərin cəmi 172-dir. 4 dənə natural ədədlərin cəmi 172-yə bərabərdir. Bu ədədlərdən ən böyüyünün ən azı ilə, ən böyüyünün ən azı ilə, ən böyüyünün ən azı ilə, ən azı ilə, ən kiçiyinin ən çoxu, ən kiçiyi də tutaq ki, bu olsun, ən çoxu. Ola biləcək qiymətlərinin cəmini tapın. Ola biləcək qiymətlərinin cəmini tapın deyir. Baxın, belə deyək. Bu bizə deməli lazımdır ki, ən böyüyü ən az, yəni antonim ifadələr, ən kiçiyi ən çox. Biz birinci bu tip antonim ifadələrdə dedik ki, cəmi götürüb saya bölürük. 172-ni bölürük 4-ə, eləyir 4 dəfə 16, 12-nin içərisində 3 dəfə 12, 0. Deməli 43. 4 dənə 43-ü yan-bayan yazıram. 43, 43, 43, bir dənə də 43. Deməli, biz normalda buradan 1 çıxmalıyam ki, digərinin üzərinə 1 gəlib. Amma mənə deyir ki, tək ədəd olsun. Ona görə müxtəlif tək ədəd deyirsə 2 çıxacam. Bu olacaq 41. Digərinin üstünə 2 gələcəm. Bu olacaq 45. Hələ də müxtəlif deyil. Ona görə bir dəfə də bundan 4 çıxacam. Olacaq 39. Bunun üzərinə 4 gələcəm. Olacaq 47. Belə eləməyimin səbəbi bizə tək ədədlər olması deyir. İndi ən böyüyü ən az neçə ola bilər? Ən böyüyü ən az 47 ola bilər. Ən kiçiyi ən çox neçə ola bilər? 39. Və bizə deyir ki, bunların cəmi neçədir? 47 ilə 39-un cəmi eləyir 86-ya. Yəni C variantı. Daha sonra baxaq növbəti test tapşırığına 443-ə. Deyir, rəqəmləri müxtəlif 4 fərqli 2 rəqəmli ədədin cəmi 324-dür. 4 dənə fərqli 2 rəqəmli ədədin cəmi 324-dür. Deməli, 4 dənə dediyi üçün 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4. Bərabərdir 324-də. Bizə deyir ki, bu ədədlərdən ən kiçiyi ən az neçə olar? Baxın, bu ən kiçiyi ən az olması üçün digər 3 ədəd ən böyük ədəd olmalıdır. Və rəqəmləri müxtəlifdir. Ən böyük ədədim 98-dir. Rəqəmləri müxtəlif. Daha sonra rəqəmlərin özləri də müxtəlif olmağı üçün 4 fərqli ədəd dediyi üçün. Digərinə 97, növbətinə də 96 deyəcəm. Və buradakı ədədimi x-ımı tapacam 33. Amma tapdığım ədəd bizə deyir axı rəqəmləri müxtəlif 4 dənə ədəd olsun, fərqli ədəd olsun. 33-ün rəqəmləri müxtəlif olmadığına görə biz nə edəcəyik? Deməli biz ədədlərimizi dəyişmək məcburiyyətindəyik. Ona görə gəlin ən böyük belə deyək də 96-nı, 98-i, 97-yi dəyişməyəcəm. 96-dan sonra hansı ədəd gələ bilər? 95 yaza bilərəm bura. Çünki 33 almamaq üçün, 33-ü ləğv eləmək üçün. Bunu 95 yazsam, elə bilin 96-dan 1 çıxsam, bunun üzərinə avtomatik 1 gəlmiş olacam və x hal-hazırki vəziyyətdə 98, 97, 95-ə görə olacaq x 34. Və bu da rəqəmlər müxtəlif olduğu üçün doğru cavab olmuş olacaq. Yəni D variantı. Daha sonra 444. Deyir, rəqəmləri fərqli 4 dənə də fərqli 3 rəqəmli tək ədəd. 1, 2, 3, 4 dənə fərqli deməli 3 rəqəmli tək ədədin cəmi 530-dur. Bizə deyir ki, ən böyüyü ən çox. Məsələn, tutaq ki, ən böyüyü budur və ən çoxunu istəyir bizə. Buna bir x deyirəm. Deməli, digər 3-ü ən kiçik ədəd olmalıdır. Ən kiçik ədəd olmalıdır və rəqəmləri fərqli.
4 dənə fərqli 3 rəqəmli tək ədəd. Hansılardır? 100 ən kiçiyi 103-dür. Rəqəmlər fərqli tək ədəd. Sonra 105-dir. Sonra isə 107-dir. Onda x-i tapmaq üçün də 530-dan çıxacam 315-i. 315-i. Bu da eləyəcək 215. Doğru cavab olacaq Y variantı. Daha sonra 445-ci test tapşırığına baxaq. Bu sonuncu test tapşırığıdır. Deyir rəqəmləri fərqli 3 müxtəlif 3 rəqəmli ədədin cəmi 654-dür. 3 dənə müxtəlif 3 rəqəmli deyir də, ədədin cəmi 654-dür. Əgər bu cəm 654-dürsə, məsələn, tutaq ki, bizə deyir ki, bu ədədlərdən ən böyüyü ən çox. Ən böyüyü ən çoxu deyirsə, buna bir x deyirəm. Deməli, digər 2 ədəd ən kiçik ədəd olmalıdır. Ən kiçik ədəd olacaqsa, bu ola bilər ən kiçik rəqəmlər müxtəlif 3 rəqəmli ədəd 103 ilə 105-dir. Bu da eləyir x üstə gəlinsin 208 bərabərdir 654-ə. Buna uyğun olaraq da x-i tapıram 449. Amma bizə nə dedi? Dedi rəqəmləri fərqli olsun. 449 ola bilməz. Çünki rəqəmləri müxtəlif deyil. Ona uyğun olaraq biz məcburuq ki, bu 449-un rəqəmləri müxtəlif neçə ola bilər olsun? 4, ikinci 4-ü 3 eləyə bilərəm ən çox da rəqəmini dəyişmək üçün. Ona görə 439 olması üçün də bunun cavabının 439 olması üçün də biz məcburuq ki, ədədin özünü dəyişək və hətta burada da ədədləri dəyişmək məcburiyyətində qalacağıq. Məsələn, deyir 3 müxtəlif 3 rəqəmli ədəd. Məsələn, deyə bilərik ki, məsələn, müəllim, bura 103, 105 olmadı, götürüb başqa rəqəm qoyun. Bəli, mümkündür. Amma bizə deyir ki, alınan ədədin də rəqəmləri müxtəlif olsun və ən çox neçə olsun. Biz də buna görə rəqəmlərin müxtəlif olması üçün 439-u seçəcəyik. Bu 439-u da necə alırıq? X üstə gəlinsin 107, üstə gəlinsin 108. Yəni bu ən kiçik ədədləri 107 və 108 qoyaraq ala bilərik. Çünki 107-nin üstünə 108 gələndə 315 eləyir, 215 eləyir, 654-dən də 215 çıxanda 439 eləmiş olacaq. Deməli, doğru cavabım olacaq 439, yəni C variantı. Deməli, bugünlük bu qədər. Lisey və gimnaziyalara MİQ üzrə ibtidai sinif müəllimlərinin imtahana düşə biləcək mühakimə üsulu ilə məhsul ədədinin tapılması mövzusu demək olar ki, ən çox çətinlik çəkilən mövzulardan biri idi. Bu izahda sizə bu mövzunun testlərinin izahını təqdim etmək istədim. Ümid edirəm ki, videonu bəyəndiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bizim ödənişli dərslərimizdə iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. İnşallah, əgər hansı mövzunun MHM kitabından izahını istəyirsinizsə, yorumlarda yazın. İnşallah, mümkün olduqca hər bir mövzunun izahını paylaşacağım. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər. Sağ olun, salamat qalın.